Bu badımcan o qədər ləzzətli olur ki, qışda açarkən hər kəs bunun başına toplaşır. Hamınızı salamlayıram. Bugün sizə badımcanla elə bir qış tədarükü nümunəsi göstərəcəm ki, dadına baxan hər kəs sizdən resept istəyəcək. Bu da Ukraynada öyrəndiyim bir reseptdir. İlk dəfə yeyərkən o qədər bəyənmişdim ki, dərhal reseptini soruşub yazmışdım. Yuyub təmizlədiyim badımcanların baş hissəsini kəsirəm. Oradan qabıqlarını soyuram, amma qabığı tam soyulmamalıdır. Hətta bunu tam qabıqlı şəkildə də eləyirlər bəzən. Bu qədər kifayətdir. Yarım soyduğum badımcanları barmaq qalınlığında halqa şəklində doğrayıram. Baxın belə. Suyunu çıxarmağa ehtiyac yoxdur. Elə birbaşa duzlayıb qızardacağıq. Badımcanları duzlayıb bol yağda qızılı rəng alana qədər hər iki tərəfli qızardıram. Yağını salfetlə çəkməyə ehtiyac yoxdur. Nə qədər yağlı qalsa o qədər yaxşıdır. Sousu üçün cəmi 3 əsas ərzaq qırmızı biber, acı biber və sarımsaq istifadə edirik. Biberləri və sarımsağı təmizləyib və çəkən maşından keçirirəm. Yarım kilo qırmızı biberlə hazırladığım sousa 1 çay qaşığı duz, 2 yemək qaşığı şəkər tozu, 2 yemək qaşığı üzüm sirkəsi əlavə edib qarışdırıram. Sousum da hazırdır. İndi isə badımcanları sousla birlikdə əvvəlcədən təmiz yuyub sterilizə etdiyim şüşə qablara yerləşdirirəm. Qızartdığım badımcanlardan götürürəm, sousa batırıb, üzərinə də biberlərdən götürərək bu şəkildə şüşə qablara yerləşdirirəm. Bəzən də badımcanı qaba yerləşdirib qaşıqla hər qatın arasına sous əlavə edirlər. Sizə rahat olan üsulla edə bilərsiniz. Bu badımcan o qədər ləzzətli olur ki, qışda açarkən hər kəs bunun başına toplaşır. 20'li yaşların əvvəllərində idi ki, mən yeni öyrənirdim qış tədarükləri görməyi. Elə bu da ilk öyrəndiklərim arasındaydı. Hazırladıqlarım da uğurlu alındıqca daha da həvəslənirdim hazırlamağa. İldən ilə çeşidlərini artırırdım. Artıq qalan sousu da sonda üzərinə əlavə edib tamamlayıram. Siz doldurarkən diqqət edin, çox ağzına qədər doldurmayın. Qaynadıqca daşma ehtimalı var. Yenə də heç bir narahatlığa əsas yoxdur. Bankaları su tökdüyüm qazana yerləşdirib tam 50 dəqiqə qaynamağa qoyuram. Və artıq hazırdır. Qapağını möhkəm bağlayırıq. İndi bu dadı siz təsəvvür edin. Yağda qızarmış badımcan, bol sarımsaqlı, acılı qırmızı biber sousunda. Hazırlayan hər kəsə nuş olsun.